Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gəncləri, üç rəngli bayraqla ordumda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam Azərbaycan. Xoş gördük hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları və 10 intellektualımız. Xoş gördük sizləri Azərbaycan gəncliyi. Xoş gördük sizləri və biz bütün dünyanın hər yerindən bizləri izləyən, bizimlə nəbzi döyünən, ürəyi Azərbaycanla döyünən bütün soydaşlarımızı salamlayırıq və sizləri salamlayıram 10 intellektualımızı xüsusilə ki, onlar bu günləri Azərbaycana olan sevgisini, Azərbaycanı necə tanıyırlar, necə tanıtmaq istəyirlər deyə bilik savaşına qatılıblar. Və bugün mənim üçün xüsusi maraqlı bir oyundur. Hörmətli televiziya tamaşaçılarından da indidən xahiş edirəm ki, kanalı başqa yerə dəyişməsinlər, çevirməsinlər. Çünki bugün nə az, nə çox Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yarışır. Beləliklə, mən sizlərə uğur arzulayıram və bu gözəl intellekt qalasını Azərbaycan gəncliyinə bəxş etdiyi üçün təbii bizim Gənclər və İdman Nazirliyinə xüsusi minnətdarımızı bildiririk ki, onlar daim bizim gənclərimizin yanındadır. Mən həmçinin Təhsil Nazirliyinə çox sağ olun deyirəm. Onlar da daim verilişin yanındadılar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi daim dəstəkləyir bizim gənclərimizi, bu verilişin yanındadır. Azərbaycanda Milli Elektron Avadanlıqları istehsal edən Kür şirkəti qalib bax, həmin bu Kür şirkətinin kompüterini qazanacaq və Azərbaycan televiziyasını buradan salamlayırıq ki, onlar bizim gənclərimizi yüksək peşəkar səviyyədə çox milyonlu tamaşaçılarına tanıtdırır. Oyunumuzun şərtlərini yəqin baxmışsınız, televiziyadan izləmişsiniz, bilirsiniz. 3 mərhələdən ibarətdir. Birinci mərhələdə seçim turudur. Seçim turunda mən Azərbaycanın dilbər güşələrinə aid hər hansı bir sualı səsləndirirəm. Sonra vaxt getdi deyirəm. Vaxt getdi hələ sizə işarə deyil. Vaxt getdi sözündən sonra studiyada bir zil səs eşidəcəksiniz. Bax, həmən bu zil səsdən sonra, zil səs bitən anda qarşınızdakı düyməni
o beyaz düymələri basırsınız və kimin qarşısında fənər işıqlansa, o artıq cavab vermək hüququ qazanır. Düzgün cavab verəcəyi halda, verdiyi halda o artıq ikinci mərhələyə keçmiş olur. İkinci mərhələdə 5 mövzumuz var. 5 mövzuda 9 suala cavab verəcəksiniz. Və bu 9 suala cavab verən müddətdə 2 köməyiniz olacaq. 2 köməyiniz olacaq. Biliyinə, intellektinə güvəndiyiniz istənilən intellektualdan, zaldakı dostlarınızdan, rəfiqələrinizdən kömək götürə bilərsiniz. 3 sualdan bir biz mütləq mövzunu dəyişirik. Bura kimi hər şey aydındırsa, biz vaxt itirmədən sizləri Azərbaycan televiziyasının tamaşaçıları ilə, çox milyonlu tamaşaçıları ilə tanış eləmək istəyirik. Tanışlıq! Diqqət! Elməddin Məmmədov, Şəbnəm Əliyeva, Həmdi Həmdizadə, Aysel Alıyeva, Əbdül Məcidli, Nigar Pirimova, Xəlil İskəndərov, Nurlana Əbdürrəhimova, Əlibala Əliyev, Sevinç Həsənova. Sizləri hər birinizə uğur arzulamaqla ilk seçim turuna başlayırıq. Diqqət! Dəmirçilər kəndi ərazisində yerləşən Baba Dərviş yaşayış məskəni hansı rayonumuzdadır? Vaxt getdi. Vaxt getdi və Nurlana Əbdürrəhimova. Məncə bu Qazaxdır. Qazax rayonu. Və sürəkli alqışlar. Təbii, Qazax rayonu və biz Nurlana xanımı dəvət edirik. Nurlana Əbdürrəhimova, ilk yarışında, intellekt savaşında. Nurlana xanım, yolumuz Qazaxdandır. Baxaq Qazax rayonuna. Belə, Nurlana xanım, Qazaxa kiçik qiyabi səyahət elədik, amma imkan düşən kimi gedin, gəzin, baxın, Azərbaycanın istənilən rayonu gözəlləşib və Azərbaycan ümumiyyətlə çox gözəldir. İndi tamaşaçılarımız sizin haqqınızda daha ətraflı məlumat alsınlar, buyur. Mən Əbdürrəhimova Nurlana 1994-cü ildə Şəkidə dünyaya gəlmişəm. Şəkidə. 2001-ci ildə Sabah rayonunda 236 saylı orta məktəbə daxil olmuşam. 2012-ci ildə oranı bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Sənətşünaslıq Fakültəsinin ədəbi ixtisasına daxil olmuşam. Nurlana xanım, ikinci mərhələnin şərtləri belə. Deməli, 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin olacaq. Sonra isə final. Final artıq 3-cü mərhələdir. Beləliklə, dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Seçim? Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Nurlana xanımla oyunumuzu başlayırıq. Müxtəlif elm sahələrinə aid olan sözlər, ola bilər ki, bu tək elm deyil, ümumiyyətlə müxtəlif sahələrə, həm də elm sahələrinə aid olan sözlər necə adlanır? Müxtəlif elm sahələrinə aid olan sözlər. Vaxt getməsin. Vaxt getməsin. Terminlər. Alqışlar. Termin. Tamamilə doğrudur. Növbəti sualımız dil və ədəbiyyat mövzusunda. Bu artıq Azərbaycan dilinin qrammatikasına aiddir. Havalar yaxşı keçsə, məhsul bol olacaq. Cümlədə feilin hansı şəkli işlədilib? Vaxt getməsin. Şərt şəkli. Alqışlar, tamamilə doğrudur. Dil və ədəbiyyat mövzusunda sonuncu, 3-cü sualımız. Bir əşyanın özündən daha qüvvətli başqa bir əşyaya bənzədilməsinə, ya bir fikrin özündən daha qüvvətli fikirlə əvəz olunmasına nə deyilir? Vaxt Getsin. Getdi.
Təşbih. Aha. Bu sualdı yoxsa cavabdı indi? Cavabdı yəqin. Cavabdı, tamamilə doğrudur, təşbih. Beləliklə, Nurlan xanım, biz mövzunu dəyişməliyik. Buyurun. Tarix və etnografiya. Tarix və etnografiya mövzusuyla biz Nurlan xanımla oyunumuzu davam etdiririk. Diqqət, Midiya dövlətinin sonuncu hökmdarı kim olmuşdur? Vaxt getdi. Astiaq. Getməsin vaxt. Hə, getməsin. Aydın. Astiaq tamamilə doğrudur. Diqqət, 1768-ci ildə hansı xanlıq Quba xanlığına qatılmışdır? Vaxt getsin. Getsin. Kömək istəyirəm. Kömək istəyirik. Buyurun, kim kömək edə bilər? Bax, 2 nəfər intellektualımız köməyini təklif edir. Əleydər. Əli-Heydər, buyur. Dövlətov Əli-Heydər İqtisad Universiteti 3-cü kurs. Mənim fikrimcə bu Cavad xanlığı. Cavad xanlığı. Bəli. Belə bir variant səsləndirdi Əli-Heydər. Bunu qəbul etmək, etməmək artıq sizin ixtiyarınızdadır. Qəbul edir. Qəbul edirik və alqışlar hər ikinizə. Tamamilə doğrudur, bəli. Belə bir xanlıq olub, Cavad və bu 1768-ci ildə Quba xanlığına qatılıb. Diqqət. Qarabağ xanlığının paytaxtı olan 3 şəhər hansılardır? Və bu şəhərlər qalaların adı ilə eyni idi. Bunlar hansı qalalar idi, qala paytaxtlar idi? Qarabağ xanlığının paytaxtı olub bunlar, ayrı-ayrı zamanlarda. Getməsin. Vaxt getməsin. Buyur. Bilmirəm. Şuşa, Bayat, biri də Ha? Şahbulağı. İndi isə sürəkli alqışlar. Belə, mövzunu dəyişməliyik Nurlan xanım. Ümumi. Ümumi. Ümumi mövzu ilə biz Nurlan xanımla oyunumuzu davam etdiririk. Xocalı rayonu ərazisində yerləşən 18-ci əsrə aid qala hansıdır? Vaxt Getsin. getdi. Beləliklə, Əskəran. Əskəran tamamilə doğrudur, bəli. Əskəran. Bəli. Növbəti sualımız ümumi mövzuda. Bu yemək Azərbaycan mətbəxinin ən dadlı xəmir xörəklərindən biridir. Qorxulu heyvanın adı ilə eyni olan bu milli yeməyimiz hansıdır? Vaxt getdi. Məncə gürzədir. Gürzə. Tamamilə doğrudur, bəli. Nurlan xanım, biz hələ bir köməyimiz ehtiyatda, arxivdə toz basır və sonuncu sualdayıq. Bu suala düzgün cavab artıq sizi finala aparır. Diqqət. Şah Təhmasibin, Şah 1-ci Təhmasibin sarayında xidmət etmiş və onun hərbi yürüşlərinin iştirakçısı olmuş tarixçi. Onun hərbi yürüşlərinin iştirakçısı olmuş tarixçi kimdir? Vaxt getdi. Köməkdən istifadə etmək istəyirəm. Köməkdən istifadə edirik. Kim kömək eləyəcək?
Əliydər. Buyur. Dövlətov Əliydər İqtisad Universiteti Uçot İqtisad Fakültəsi. Mənim fikrimcə bu Həsən bəy Rumlu. Həsən bəy Rumlu. Bax, belə bir variant Əliydər Dövlətov səsləndirdi. Bunu qəbul etmək, etməmək artıq sənin ixtiyarındadır. Qəbul edirəm. Qəbul edirik. Əliydərə minnətdarımızı bildiririk. Düzgün cavab verməyə cəhd elədiyinə görə sənin üçünsə təəssüf demirəm, alqışlar deyirəm. Tamam elə doğrudur. Canım. Finaldasan. Finalda da beləcə gözəl, səlis, səliqəli oyun arzulayıram. Nurlana xanım artıq bizim finalçımızdır və sizin hər birinizə belə gözəl oyun, belə səlis oyun arzulayıram. Sizlər nəsə növbəti seçim turuna başlayırıq. Diqqət! Filizçay polimetal yatağı hansı inzibati rayonun ərazisindədir? Vaxt getdi. Vaxt getdi və Əlibala Əliyev artıq düzgün cavabı deyəsən bilir. Məncə Balakəndir. O, Balakən dedi və tamamilə doğrudur, Balakən! Əlibala Əliyev bilik yarışında, intellekt savaşında. Belə, yolumuz Balakəndəndir. Baxaq Balakən rayonuna. Belə Əlibala, Balakənə kiçik qiyabi səyahət elədi. Yeni tamaşaçılar sənin haqqında daha ətraflı məlumat alsınlar. Buyur Əlibala. Adım Əlibala Əliyev, 1995-ci avqust 11 təvəllüdlüyəm. Piralaha qəsəbəsində yaşayıram. İlk məktəbim 168 sayılı Piralaha qəsəbəsində yerləşən 168 sayılı orta məktəb olub. 2007-ci ildən 120 sayılı Zirə qəsəbəsində yerləşən 120 sayılı orta məktəbi oxumuşam və orada bitirmişəm təhsilimi. Ondan sonra İncəsənət Universitetinə, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə qəbul olmuşam. Hansı fakültə? Bədii yaradıcılıq və ekran dramaturqiyası. Sənətşünaslıq. Çox gözəl. Uğurlar arzulayıram. Uğurlar arzulayıram və ikinci mərhələnin şərtləri də aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən, 2 köməyin olacaq və 3 sualdan bir mövzunu dəyişməliyik. Mövzularımız ise dil ve edebiyat, tarix ve etnografiya, medeniyet ve incəsənət, coğrafiya və ümumi mövzu. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Əlibala ilə oyunumuzu başlayırıq. Ayrı-ayrı dövrlərdə paytaxtı Marağa, Təbriz, Sultaniyə şəhərləri olmuş dövlət hansıdır? Vaxt getdi. Elxanilər. Elxanilər. Elxanilər tamamilə doğrudur. Növbəti sualımız. Alban hökmdarı 2. Vaçenin ateşpərəstlikdən imtina etməsinin nəticəsi nə oldu? Alban hökmdarı 2. Vaçenin ateşpərəstlikdən imtina etməsinin nəticəsi nə oldu? Vaxt gedib hakimiyyətdən uzaqlaşdırıldı. Vaxt getməsin. Hakimiyyətdən uzaqlaşdırıldı. Aferin, doğrudur. Növbəti sualımız. 1898-ci ildə Təbriz qadınlarının üsyanı nəyə qarşı idi? Vaxt getdi. Taxıl möhtəkirliyinə qarşı. Tamamilə doğrudur, bəli. Belə Əlibala, biz mövzunu dəyişməliyik. Buyur. Coğrafiya. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Əlibala ilə oyunumuzu davam etdiririk. Qafqazda ən böyük filiz yatağı hansı ərazidədir? Vaxt gelməsi Daşkəsəndə. Daşkəsən tamamilə doğrudur, bəli. Bu Daşkəsən filiz yatağıdır, bəli.
Padzollu və Padzol qileyli sarı torpaqlar hansı ərazidə yayılıb? Sual aydındır. Vaxt getdi. Köməkdən istifadə edirik. Köməkdən istifadə edirik. Buyur, 2 nəfər öz köməyini təklif edir. Sülhəddin var. Sülhəddin, buyur, Sülhəddin. Sülhəddin Ələsov, Neft Akademiyası, Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsi. Fikrimcə bu Talış dağları. Talış dağlarına aiddir. Yəni, konkret bir... Lənkəran. Lənkəran dedi. Bax, belə bir. Sülhəddin Ələsov belə bir variant səsləndirdi. Lənkəran zonası. Talış dağları hətta dedi. Bunu qəbul etmək, yetməmək artıq sənin ixtiyarında. Qəbul edirəm. Qəbul edirik və alqışlar hər ikinizə, bəli. Sülhəddin Ələsov. Sülhəddin Ələsov da bizim ən maraqlı intellektuallarımızdan biridir. Diqqət. Bəşəru çayı üzərində hansı su ambarı var? Bəşəru. Vaxt getdi. İkinci köməkdən istifadə edəcəm. Yenə də Sülhəddin. Buyur, Sülhəddin Ələsov. Sülhəddin Ələsov, Azərbaycan Dövlət Neft Akademiyası, Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsi. Fikrimcə bu Xambulan çay. Lənkəran çayının qolu Bəşərun üzərində Xambulan çay. Xambulan çay deyirsiniz. Bax, belə bir variant səsləndirdi Sülhəddin. Bunu qəbul etmək, yetməmək sənin ixtiyarında. Qəbul edirəm. Qəbul edirik və tamamilə doğrudur, alqışlar. Bəli. Bu Xambulan çaydır. Belə. Biz mövzunu dəyişməliyik. Ümumi mövzu. Ümumi mövzu. Ümumi mövzu ilə biz Əlbala ilə oyunumuzu davam etdiririk. Diqqət. 2012-ci ilin iyul-avqust aylarında Londonda keçirilən 30-cu yay olimpiya oyunlarında Respublikamızın olimpiya millisinə ikinci qızıl medalı kim qazandırdı? Vaxt getsinmi? Şərif Şərifov. Şərif Şərifov, tamamilə doğrudur. Bəli, bu da çox möhtəşəm qələbə idi. Bir gündə 2 güləşçimiz çox böyük uğur qazandılar. Belə, növbəti sualımız 19-cu əsrdə qoşqu vasitəsi kimi atlardan istifadə olunan dəmir yolu necə adlanırdı? Vaxt getməz, Konka. Konka, tamamilə doğrudur. Yəni bu xüsusilə şəhər yeri üçün xarakterik idi. Bakı bulvarında çox maraqlı hadisələr var, epizodlar var, onlarla bağlı gülməli epizodlar var. Belə, Əlbala, sonuncu sualdayıq və uğurlar arzulayıram. Diqqət, 18-19-cu əsrlərdə zadəgan qadınlarının başlarına qoyduqları üçbucaq şəkilli taclar necə adlandırılırdı? Tiyar. Tiyar. Bəli. Tiyar, tamamilə doğrudur və Əlbala finaldasan. Finalda. Finaldasan və finalda uğurlar arzulayıram. Daha səlis, daha cəsarətli və əyləş. Alqışlayırıq Əlbalanı da. Bizlərlə isə növbəti seçim turuna başlayırıq. Diqqət. Dərələyəz dağ silsiləsi harada yerləşir? Vaxt getdi. Vaxt getdi və Sevinç xanım hamını qabaqladı. Sevinç Həsənova. Naxçıvan rayonu. Naxçıvan tamamilə doğrudur. Naxçıvanda. Sevinç xanım Həsənova. Sevinç xanım Həsənova bilik yarışında, intellekt savaşında. Yolumuz Naxçıvanlandı. Naxçıvan böyük anlayışdır təbii. Biz amma Naxçıvan şəhərinə, Naxçıvan ərazisinə səyahət edirik. Baxaq.
Belə, Sevinç xanım, indi tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Buyurun. Mən Həsənova Sevinç 1995-ci il 15 fevralda Azərbaycanda Bakı şəhərində anadan dünya göz açmışam. Daha sonra isə ilk təhsil aldığım müəssisə 278 saylı orta məktəb olub. O da Yeni Günəşli qəsəbəsində yerləşir. Bundan sonra ailə vəziyyəti ilə əlaqədar olaraq hardasa 3-cü sinifə gedəndə Səbail rayonunda yerləşən 49 saylı məktəbdə təhsil almışam. Bu da ki Bayraq meydanının yanındakı indiki məktəbimizdir. Və buranı bitirdikdən sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşam. Bunda öz istəyim və öz arzumla daxil olmuşam bura. Və burada da öz ixtisasımda bədii yaradıcılıq və ekran dramaturgiyasıdır. Yəni hər səhər oradan çıxanda Bayraq meydanından keçməklə qürur duyursanmı? Bəli. Gözəldir, ən möhtəşəm, dünyanın ən uca bayrağı, ən bizim üçün müqəddəs və sevilən bayraq təbii. Nə gözəldir ki, sizlərin də hər birimizin ürəyində belə qürur hissi var bayrağımız, ölkəmiz üçün belə də olmalıdır. Çünki addım-addım, saat-saat ölkəmiz inkişaf edir və dünyada öz sözünü deyən ölkələrdən birinə çevrilir. Belə, bu mərhələ üçün şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən, 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 müəyyən olacaq. Mövzularımız dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Seçim? Seçim dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Sevinç xanımla oyunumuzu başlayırıq. Müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etdiyi əsər necə adlanır? Yəni, müəllif görüb, hadisələrin içində olub və müəyyən yaş dövründə başlayır onları qələm almağa. Vaxt getdi. Getsin. Xatirə əsərləri. Xatirə, memuar tamamilə doğrudur, bəli. Memuarlar, düzdür. Növbəti sualımız. Bu, Azərbaycan dilinin qrammatikasına aiddir. Söz birləşməsi və cümlədə sözlər arasında bağlılıq nə adlanır? Sual aydındır. Bəli, Vaxt getdi. Nə əlaqədir bu? Cavabı hazır olanda Sintaktik əlaqəli. Tamamilə doğrudur, sintaktik əlaqə. Düzdür. Dil və ədəbiyyat mövzusunda sonuncu, 3-cü sualımız. Bundan sonra mövzunu dəyişməliyik. Qazi Bürhanəddin tərəfindən yaradılan və Nəsimi yaradıcılığında da geniş istifadə olunan janr? Tuyuq. Vaxt getməsin. Getməsin. Tuyuq, tamamilə doğrudur. Biz mövzunu dəyişməliyik, Sevinç xanım. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Sevinç xanımla oyunumuzu davam etdiririk. Eldənizlər, yəni Eldəgizlər, Atabəylər dövrünə söhbət gedir. Eldənizlər dövlətinin zəifləməsinin əsas səbəbi nə idi? Vaxt getməsin. Eldənizlər dövlətinin sonuncu hökmdarının adı deməli Sultan Səncər olmuşdur və onun zəifləməsinin əsas səbəbi daxili çəkişmələr olmuşdur. Alqışlar, tamamilə doğrudur. Sultan Səncər obrazına ədəbiyyatda... Nizaminin əsərində, Sirlər Xəzinəsində. Gözəl, nə gözəl, nə Sultan gözəl. Səncər və qarı. Diqqət. Hansı dövlətin zəifləməsindən sonra Şəddadilər Dəbil əmirliyini qurdular? Vaxt getsin. Dəbil əmirliyi. Vaxt getdi. Hansı dövlətin zəifləməsindən sonra Şəddadilər Dəbil əmirliyini qurdular?
səhv etmirəmsə, əgər xatırladığıma görə, deməli, Şəddadilər dövləti 971-ci ildə yaranmışdır. Amma deməli, sonuncu dövlət isə Salarilər olmuşdur ki, Salarilərdən sonra iki hissəyə parçalanmışdır. Deməli, 971-də Şəddadilər yaranmışdır, 981-də isə Rəvadilər. Deməli, son cavabım isə Salarilər. Və mən böyük qürur hissi ilə deyirəm, alqışlayırıq Sevinç xanımım. Aferin, aferin. Və tarix etnografiya mövzusunda sonuncu sualımız. 11-12-ci əsrə aid olan bu qala Ağsu çayı sahilində inşa edilmişdir. Bu qala hansı qaladır? Vaxt getdi. Köməyin var hələ. Birindən istifadə etmək Birindən istifadə edirik. Kim kömək eləsin? Buyur. Əliheydər öz köməyini təklif eləyir. Qəbul edir. Buyur. Dövlətov Əliheydər İqtisad Universiteti Uçot İqtisad Fakültəsi. Mənim fikrimcə bu Buğurt qalasıdır. Buğurt Bəli. qalası deyirsiniz. Bax, Əliheydər belə bir variant təklif elədi. Buğurt qalası dedi. Bunu qəbul etmək, etməmək. Sizin ixtiyarınızda? Qəbul edirəm. Qəbul edirik və bir də alqışlayırıq hər ikinizi. Əliheydər Dövlətovu da və Sevinç xanımı da. Belə, Sevinç xanım, tarix və etnografiya mövzusunu yekunlaşdırdıq, mövzunu dəyişməliyik. Ümumi mövzu. Ümumi mövzu. Ümumi mövzu ilə biz Sevinç xanımla oyunumuzu məmnuniyyətlə davam etdiririk. Dünyada texniki üsulla ilk neft quyusu harada qazılıb? Bibi-Heybətdə qazılıb. Vaxt getməsin. Harada? Bibi-Heybətdə. Bibi-Heybət tamamilə doğrudur, bəli, Bibi-Heybətdə. Ümumi mövzuda növbəti sualımız. 1929-cu ildə çəkilmiş Sevil filmində Sevil rolunun ifaçısı kimdir? Vaxt getsin. Getsin. Belə, bir köməyim qalıb hələ, istifadə edə bilərsən ondan. İstifadə edirəm. İstifadə eləyək. Buyur. Kim bilirsin? Kim kömək eləyir? Onsuz bilirsin. Əliheydər də var, Sülhəddin də var. Buyurun. Əliheydərin köməyini Kim? qəbul edirəm. Gəlin. Əliheydər gəl. Dövlətov Əliheydər İqtisad Universiteti Uçot İqtisad Fakültəsi. Səhv etmirəmsə bu İzzət Orucov olmalıdır. Əliheydər belə bir variant səsləndirdi. İzzət Orucova dedi. Bunu qəbul etmək, etməmək artıq sənin ixtiyarında. İzzət Orucova, bəli, qəbul edirəm. Qəbul edirik. Bəli. Tamamilə doğrudur, bəli. İzzət Orucova. Hər ikinizə Əliheydərə alqışlar. Sevinç xanım, sonuncu sualdayıq. Maraqlı sualdır və bunu bilməlisiniz. 1958-ci ildə ucaldılmış Mirzə Ələkbər Sabirin heykəlinin müəllifi kim olub? Vaxt getdi. Bu soyadı daşıyan bir xanəndəmiz də olub, məşhur xanəndəmiz. Cəlal Qaryağdı. Cəlal Qaryağdı tamamilə doğrudur, bəli. Və Sevinç xanım, finaldasınız və uğurlar arzulayırıq və beləcə uğurlu oyun nümayiş elətdirməyi arzulayırıq hər birinizə. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Alban hökmdarı Cavanşirin özünə paytaxt seçdiyi Azərbaycan şəhəri. Vaxt getdi. Vaxt getdi və Nigar xanım, Nigar Pirimova. Mənim fikrimcə bu Bərdədir. Bərdə tamamilə doğrudur, bəli. Nigar xanım Pirimova, bilik yarışında, intellekt savaşında. Belə Nigar xanım, yolumuz Bərdədəndir.
Baxa görə Bərdədə nə kimi abadlıqlar yaradır insan əli. Buyurun. Belə, Nigar xanım, indi tamaşaçılarımız sizin haqqınızda daha ətraflı məlumat alsınlar. Mən Pirimova Nigar, 1989-cu il sentyabrın 1 anadan olmuşam Bakı şəhərində. 23 yaşım var. Orta məktəbi 237 nömrəli orta məktəbi bitirmişəm Şüvalan qəsəbəsində. Sonra Asəf Zeynal adına musiqi məktəbinin, yəni musiqi kollecinin fortepiano üzrə təhsilimi davam etdirmişəm. Bu isə ikinci təhsilimdir. Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Çox gözəl. Sevinç xanım, mənim dərhal elə tanışdıq mərhələsində soyadınız diqqətimi cəlb elədi. Bəli, Qurban Pirimovun nəslindənəm. Ana tərəfim isə Cavanşirlər nəslindəndir. Alqışlar! Alqışlar, nə gözəl. Nigar xanım, 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz olacaq. Mövzularımız ise dil ve edebiyat, tarih ve etnografiya, coğrafya, medeniyet ve incəsənət, bir de ümumi mövzu. Ümumi mövzuda hər sahədən sual olabilir. Buyur. Tarix ve etnografiya. Tarih ve etnografiya mövzusuyla biz Nigar xanımla oyunumuzu başlayırıq. Bu, Azərbaycan dövlətinin paytaxtı Çar şəhəri adlandırılır. Çar şəhəri. Bu, hansı dövlətdir və paytaxtı hansıdır? Vaxt getdi. Manna dövləti paytaxtı İzirtur. Manna dövləti paytaxtı İzirtur tamamilə doğrudur. Düzdür. Növbəti sualımız. Xilafət dövründə Azərbaycanda adamların faydalandığı bütün sahələrdən alınan vergi hansı idi? Xüms. Xüms. Tamamilə doğrudur. Xüms. Növbəti sualımız tarix və etnografiya mövzusunda. Diqqət. Səlcuqların 1015-ci ildə Bizans qoşunlarına qalib gələrək Van Gölü hövzəsini ələ keçirməsinə, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarına hücum etməsinə kim başçılıq edirdi? Bax, belə bir sual. Vaxt getdi. Köməkdən istifadə edir. Köməkdən istifadə edirik. Kim kömək edə bilər? Buyurun, bax. 3 nəfər, 4 nəfər öz köməyini təklif edir. Mən bilən orada %100 arxayın, inamlı. Kim bilirsə o. Gəl. Mən Əsgərov Nadir, Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq Fakültəsi. Məncə bu Çağrı bəydir. Çağrı bəy. Bəli. Bax, belə. Nadir belə bir variant səsləndirdi. Çağrı bəy, bunu qəbul etmək, ya etməmək artıq sizin ixtiyarınızda. Edirəm. Qəbul edirik, alqışlayırıq. Həm Nadiri, həm də Nigar xanımı. Nigar xanım, beləliklə biz tarix mövzusunu yekunlaşdırdıq. Yeni mövzu seçimi. Mədəniyyət və İncəsənət. Mədəniyyət və İncəsənət mövzusuyla biz Nigar xanımla oyunumuzu davam ettiririk. Belə. Mədəniyyət və İncəsənət mövzusunda Nigar xanıma ilk sualımız. Güləş və digər oyunlar zamanı qoşa zurna ilə çalınan bu musiqini eşitmək olar. Güləş və digər oyunlar zamanı qoşa zurna ilə çalınan bu musiqini eşitmək olur. Yəni bu səslənir bu musiqi. Güləş zamanı xüsusilə. Bu hansı musiqimizdir? Vaxt getməsin. Mən elə gəl ki, bu cəngidir. Cəngi! Tamamilə doğrudur. Bəli. Növbəti sualımız. Xalq şairi Səməd Vurğunun məşhur Azərbaycan şeirinə bəstələnən musiqinin müəllifi kimdir? Yəni bu mahnı yadınızdadır da Zeynəb xanım, bizim böyük müğənnimiz Zeynəb xanlarova oxuyurdu bunu. Bir
oynaq və gümrah bir mahnı idi. Vaxt getdi. Ələkbər Tağıyev. Ələkbər Tağıyev tamamilə doğrudur. Mədəniyyət və incəsənət mövzusunda sonuncu sualımız. Bundan sonra mövzunu təəssüf ki, dəyişəcəyik. Diqqət. Azərbaycanda ilk oğlan rolları oynayan aktrisa kim olub? Vaxt getdi. Bildim Barat Şakinskaya. Barat Şakinskaya tamamilə doğrudur. Barat Şakinskaya. Çox böyük aktrisamızdır Barat Şakinskaya. Çox böyük, möhtəşəm rollar oynayıb, oğlan rolu oynaması ilə bir yerdə və teatrda Julietta, yəni ən parlaq ifalarından biri odur. Çox böyük aktrisa idi, belə möhtəşəm bir dünya çapında bir aktrisa Barat Şakinskaya. Tamamilə doğrudur. Belə, Nigar xanım, biz mədəniyyət və incəsənət mövzusunu yekunlaşdırdıq. Mövzunu dəyişməliyik. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Nigar xanımla oyunumuzu davam etdiririk. Bu, Azərbaycan dilinin qrammatikasına aiddir sual. Məqsədimiz budur ki, ilin sonuna binanı təhvil verək. Cümlədə budaq cümlənin hansı növündən istifadə olunub? Vaxt getdi. Mən elə gəlir ki, bu xəbər budaq cümləsidir. Xəbər budaq cümləsi tamamilə doğrudur. Düzdür. Xəbər budaq cümləsi. Dil və ədəbiyyat mövzusunda növbəti sualımız, ikinci sualımız. Sevgili xanımların vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalar necə adlanır? Bu, torpağa da aid ola bilər, gözələ də aid ola bilər. Vaxt getdi. Zənnimcə bu gözəlləmə. Gözəlləmə. Şirvan gözəlləməsi də var, bax belə bir. Gözəlləmə tamamilə doğrudur. Gözəlləmə. Gözəli bir qədər də gözəlləşdirir öz şeiri ilə. Sonuncu sualdayıq. Bu suala düzgün cavab sizi finala aparır. Otaylı, Cüvəllağı imzaları ilə şeirlər yazan bu şairimiz, həmçinin Mirzə Cəlilin Ölülər komediyasında Şeyx Nəsrullah rolunun mahir ifadəsi olmuşdur. Təbii bu, böyük teatrdan getmir söhbət buradan. Amma bu, Şeyx Nəsrullah rolunu harada hazırlayıblarsa, orada oynayıb mahir. Bu, şair dramaturgumuz kimdir? Vaxt getdi. Köməkdən istifadə etmək istəyirəm. Köməkdən istifadə edirik. Kim kömək edə bilər? Əli Heydər əlini qaldırıb, öz köməyini təklif edir. Buyur. Dövlətov Əli Heydər İqtisad Universiteti Uçot İqtisad Fakültəsi. Fikrimcə bu Əliqulu Qəmgüsar. Əliqulu Qəmgüsar, dedi Əli Heydər Dövlətov. Və bu cavabı qəbul et. Xahiş edirəm, hələ əyləşmə.
Bu cavabı qəbul etmək, etməmək artıq sizin ixtiyarınızda. Qəbul edirəm. Qəbul edirik. Məni bir şey heyrətləndirir ki, İqtisad Universitetində oxuyasan, ədəbiyyatdan belə faktları biləsən. Alqışlayırıq hər ikinizi. Tamamilə doğru və Nigar xanım finaldasınız. Finalda uğurlar arzulayırıq. Finalda da gözəl, səliqəli, səlis oyun arzulayırıq. Alqışlarla yola salırıq Nigar xanımım. Beləliklə, mənə gəlir ki, kifayət qədər maraqlı oyun keçdi. Buradan universitetin bütün rektorluğunu, bütün müəllim heyətini və tələbələrini salamlayırıq. Ki, mən bunu xüsusi həvəslə deyirəm. Doğrudan mən çox qürur duydum ki, bizim İncəsənət Universitetinin tələbələri belə hazırlıqlıdırlar, belə və can atırlar. Oynaya bilməyənlər də yerində sakit otura bilmir, oynamaq istəyir və öz həvəsini, burada öz bilgisini, məhəbbətini göstərmək istəyir. Və doğrudan gerçəkdən sizlərlə qürur duydum ki, universitetimizdə belə hazırlıqlı tələbələrimiz var. Və sizlərlə finaldayıq. Final! Beləliklə, biz sizlərlə final mərhələsinə gəlib çıxdıq. Uğurlu final arzulayıram. Finalda da şərtlərimiz dəyişmir. Birinci mərhələdə olduğu kimidir. Sualı səsləndirirəm. Vaxt getdi deyirəm. Zil səsi eşidirsiniz. Sonra qarşınızdakı düyməni, həmin bəyaz düyməni basırsınız. Və burada da kimin cəhdi uğurlu alınsa, birinci cavab vermək hüququ onundur. Digər oyuncuların bir şansı qalır ki, cəhdi uğurlu alınan oyuncu yanlış cavab versin. Diqqət! Beləliklə, finaldayıq. Finalçılarımız isə bu intellektuallarımızdır. Tanış olun və yadda saxlayın, artıq tanıyırsınız. Nigar xanım Pirimova, Nurlana xanım Əbdürrəhimova, Əlibala Əliyev və Sevinç xanım Həsənova. Bu da bir parlaq göstərici ki, finala daha çox xanımlar çıxıblar. Diqqət! O, 26 mart 1910-cu ildə Şəkidə anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. O, Azərbaycan müasir Sovet komediyasının banilərindəndir. O, dünyaca məşhur Arşın Malalan və O olmasın bu olsun, Koroğlu, Əhməd haradadır filmlərinin, Ulduz musiqili komediyasının senarilərinin, 7 gözəl baletinin librettosunun müəllifidir. Toy, Xoşbəxtlər, Aşnalar, Əliqulu evlənir, Yalan piyeslərinin, Vəfasız, Son faciə povestlərinin müəllifidir. Bu, görkəmli yazıcımız kimdir? Vaxt getdi. Vaxt getdi və Nigar xanım hamını qabaqladı. Görək düzgün cavabı da bilirmi? Mənim fikrimcə bu Sabit Rəhmandır. Sabit Rəhman dediniz. Nigar xanım Sabit Rəhman cavabını verdi. Mən oyunun əvvəlində gərək ki demişdim, tələsik, intuitiv, təxmini cavablar verməyin. Mən digər oyuncularımıza üst tuturam. Nurlana xanım, sizin variantınız bu cavabı. Cavabım yoxdur. Cavabın yox idi, ümumiyyətlə cavab yox idi. Ola bilməz, o cür parlaq oynayasınız, amma variantınız olmasın. Əlibala? Yoxdur. Yoxdur? Yoxdur. Aha. Sevinç xanım sizin? Cəlməmət Qozadə. Beləliklə, 2 variant səsləndi. Nigar xanım Sabit Rəhman variantını dedi. Sevinç xanım Mirzə Cəlli səsləndirdi. Bu cavab düzdür, yoxsa düz deyil. Biz sizlərlə ekrana baxırıq. Ekran hər şeyi düzgün göstərəcək. Bəli, bu məşhur Azərbaycan dramaturgu Sabit Rəhman. Nigar xanım Pirimova, bugünkü oyunumuzun qalibi. Nigar xanım, ürəkdən təbrik edirəm. Ürəkdən təbrik edirəm. Bu, mən Azərbaycanlıyam
intellektual oyunun qalibi. Fəxri fərmanı artıq sizindir. Tələbəlik illərindən ilk böyük uğurlardan biri kimi daim evdə, stol üstündə, göz qabağında olacaq. Və bu gözəl kür kompüteri sizindir. Uğurlar arzulayırıq, bütün başlanğıclarınıza uğurlar arzulayırıq və mənim üçün sizin hər biriniz qalibsiz. Həm Nurlana xanım, həm Əli Bala, həm Sevinç xanım və digər oyuncularımız bura gəlməkləri ilə qalibdilər. Siz sadəcə finalda qalib oldunuz və ardıcıl oldunuz və sizə uğurlar arzulayırıq. Sizlərlə ona görə qürur duyur Azərbaycan. Azərbaycan vətəndaşları ki, belə varsınız. Torpağı, vətəni belə sevirsiniz, belə tanıyırsınız və insan öz torpağını, vətənini tanıyanda, öz tarixini biləndə, ədəbiyyatını yaxşı biləndə hər yerdə qürurla bəli, mən Azərbaycanlıyam deyə bilir. Və uğurlar arzulayıram. Ürək sözlərin varsa, Nigar xanım, əgər ürək sözün varsa. Gənclər İdman Nazirliyinə, Azərbaycan televiziyasına, sizə, ümumiyyətlə bu verilişdə zəhmət olan hər bir kəsə təşəkkürümü bildirirəm. Və Azərbaycan gəncliyi məhz belə olmalıdır. Torpağını sevən, vətənini, bayrağını sevən, bayrağının yanında olan, himnin yanında olan, prezidentinin yanında olan, vətəndaşının yanında olan gənclik ki, ona görə ki, Azərbaycanın gələcəyi sizlərsiniz. Azərbaycanı sizlər bağrınıza basıb, başınızın üzərinə qaldırıb, sizlər irəli aparacaqsınız və fəxrlə mən Azərbaycanlıyam deyə biləcəksiniz. Uğurlar və alqışlarla yola salırıq Nigar xanımı. Nigar xanım Pirimova. Eşq olsun. Azərbaycan gəncliyi var olsun.